Herkese salam. Qaynatamla sorğu-sual. Rıza dayı, ad gününüzə hədiyyə almasam, əsəbləşərsiniz? Yox, küsərəm. Hər hansısa bayramda sizə zəng etməsəm, təbrik etməsəm? İnciyərəm. Tamam. Malik ilə dalaşsam, kimin tərəfini tutarsınız? Araşdıraram kimdir demək. Yaxşı, xəstələnsəz, Allah uzaq eləsin. Sizlə maraqlanmasam, yəni gəlməsəm, heç olmasa zəng də eləməsəm, küsərsiniz, əsəbləşərsiniz. Küsərə bilərəm, inciyə də bilərəm. Yaxşı. Malik evdə olmasa və gecə vaxtıdır, mənim ürəyim dəhşət dərəcədə nəsə istəyir. Onu mənim üçün gedib alarsınız. Bəli, məmnuniyyətlə. Çay istəsəz, verməsəm. Özüm küsərəm. Bizə gələndə sizə süfrə açmasam. Yəni çay versəm, amma yemək bişirməsəm. Mümkün olan şeydir. Səblər halıya kobud cavab versin. Qəti olmaz. Evim eşim ona qurbanı. Yaxşı, sonuncu sual. 2 gəliniz olsaydı, ən çox kimi istəyərdiniz? Kim özün yapacaq bax. Yox, sizə dayı, mənə nədir yəni? O yaxşı olmayacaqdı. Elə, deməli sən. Çox sağ ol. Buyurun.